Salam, hər vaxtınız xeyir. Hörmətli müəllimlər, inteqrasiya mövzusunu yenilənmiş yanaşmaya əsasən yenidən izah edəcək, eyni zamanda situasiya tipli test tapşırıqları üzərindən qısa və aydın izah verəcəyəm. Əvvəlcə onu qeyd edim ki, biz inteqrasiya mövzusunu əvvəllər uşağın gündəlik həyatından nümunə çəkilirdisə, dərs müddətində müəllim öz gündəlik həyatından və yaxud da həyatdan nümunələr çəkirdisə, şagird xəyalında canlandırırdısa, şagird tutaq ki, həyatdan hər hansı bir situasiyanı təsəvvür edirdisə, bu kimi halları fənnüstü inteqrasiya olaraq götürürdük. Artıq bu kimi hallar fənnüstü inteqrasiya olaraq götürülməyəcək. Belə ki, hal-hazırda fənnüstü inteqrasiya dedikdə biz şagirdin təkcə təsəvvür etməsini, tutaq ki, gündəlik həyatından nümunələr gətirməsini, gündəlik təcrübələrindən danışmasını və s. nəzərdə tutmur. Həmçinin şagirdin məktəbdən kənarda müxtəlif həyati situasiyalarda tədqiq etməsini, müşahidə etməsini və öyrəndiklərini tətbiq etməsinə əsas götürürük. Belə ki, fənnüstü inteqrasiya reallıqla bağlıdır, həyatla bağlıdır və şagird öyrəndiyi nəzəri bilikləri gündəlik həyatda, tutaq ki, evdə, ailə mühitində, cəmiyyətdə və s. tətbiq edərək mövzunu daha yaxşı mənimsəyir. Və beləliklə, həyati situasiyalarda şagirdin tətbiq etmə bacarığı formalaşdırılmaqla onda qərar vermə, müşahidə aparma, təhlil etmə, problem həll etmə kimi bacarıqları da inkişaf etdirilir. Qeyd etdiyim kimi, fənnüstü inteqrasiyada şagird məktəbdən kənarda tətbiq etmək, yəni yaradıcı tətbiq edir öyrəndiklərini. Məsələn, tutaq ki, evdə və yaxud bağda bitkilərin fotosintezini müşahidə edir və onun cədvəlini hazırlayır. Və yaxud sağlam qidalanma haqqında tutaq ki, özünün qidalanma rejimini bir həftəlik hazırlayır, qeydini aparır, gündəlik tutur. Və yaxud ailəsində gigiyena qaydalarını tutaq ki, müşahidə edir, onu nəticələrini 3 gün ərzində yazır. Bir sözlə qeyd etdiyim kimi məktəbdən kənarda şagird nə isə tətbiq edirsə, bu fənnüstü inteqrasiyadır. Tutaq ki, yenə də qeyd edirəm, biologiya fənni, həyat bilgisi, riyaziyyat və s. müxtəlif fənlərdə şagird müşahidə edir, öyrəndiklərini qrafik, diaqram, təqdimat və s. formasında təqdim edir. Bir sözlə öyrəndiyi bilikləri həyatla əlaqələndirir və tətbiq etməsində onun problem həll etmə, təhlil etmə və s. kimi bacarıqları inkişaf edir. Məsələn, tutaq ki, uşaq bitkilərin fotosintez prosesini biologiya dərsində öyrəndi. Bunu şagird, tutaq ki, evdə bir bitki qoyur, onun gün işığı altında fotosintez prosesini müşahidə edir, nəticələrini ölçür, qeydiyyatını aparır. Bax, bu olacaq fənnüstü inteqrasiya. Və yaxud da uşaq, tutaq ki, həzm sistemi ilə bağlı dərsdə yeni mövzunu öyrəndi. 5 günlük qidalanma rejiminə aid gündəlik tutur. Burada tutaq ki, o həmin yediyi qidaların kalorisini hesablayır, onun sağlamlığına təsirini qeyd edir. Bax, beləcə olacaq bu və bu kimi situasiyalar fənnüstü inteqrasiyaya aid. İndi gəlin sizinlə verilmiş situasiyalara baxaq və inteqrasiyanın növlərini müəyyənləşdirək. Qeyd edim ki, verilmiş tapşırıqlar xüsusilə biologiya müəllimlərinə daha çox uyğundur. 1. Müəllim bitkilərin çoxalması mövzusunu izah edərkən şagirdlərə bu prosesi təsvir edən animasiya hazırlamağı, eyni zamanda bənzər hadisələri hekayə formasında təqdim etməyi tapşırır. Müəllimlər, situasiyaya baxanda görürük ki, burada biologiya var, hansı ki, bitkilərin çoxalması. Bunu şagird animasiya formasında hazırlayacaqdır. Yəni, çox güman ki, burada informatika fənni ilə və yaxud da hər hansı bir, tutaq ki, texnoloji bacarıqlarından istifadə edəcəkdir. Həmçinin burada şagird hekayə formasında yazmalıdır. Deməli, ədəbiyyatla əlaqələndirilib. Biologiya, ədəbiyyat, informatika fənlərinin əlaqəsini görürük burada. Fənlərarası inteqrasiya. Biz qeyd etdik ki, fənnüstü inteqrasiya olması üçün həyatda tətbiq edilməsi artıq əsasdır. Birinci situasiyada isə biz bunu görmədik. Deməli, fənnüstü inteqrasiya yoxdur. Fəndaxili inteqrasiya üfüqi və şaqili,
üfüqi fən daxili inteqrasiya fənnin ayrı-ayrı məzmun xəttləri üzrə alt standartlar arasındadır. Deməli, şaquli fən daxili inteqrasiya isə yenidən xatırlayaq, eyni məzmun xətti alt standart üzrə ayrı-ayrı siniflər arasındadır və situasiyada biz fən daxili inteqrasiyanı da görmədik. Deməli, düzgün cavabımız olacaq yalnız fənlər arası inteqrasiya. 2. Müəllim insanda tənəffüs sistemi mövzusunu bitirdikdən sonra şagirdlərdən evdə və ya yaxınlıqda təmiz hava üçün sadə eksperiment aparmalarını və havanın tərkibində oksigen səviyyəsinin dəyişməsinin bitkilərə və insanların nəfəs almağına təsirini müşahidə etmələrini tapşırır. Şagirdlər havadakı karbon qazının çoxalmasının ətraf mühitə təsirini riyazi modellərlə qiymətləndirir və nəticələri qrafikdə təqdim edirlər. Biz situasiyaya baxanda gördük ki, müəllim burada insanda tənəffüs sistemi mövzusunu şagirdlərə keçdi. Deməli, burada tutaq ki, biologiya fənnini gördük, tənəffüs sistemi mövzusu keçirilibsə, eyni zamanda riyazi model var, qrafiklə, deməli, qrafik şəklində təqdim olunması var biliyin. Deməli, olacaqdır bu, riyaziyyat fənni ilə əlaqəli. Eyni zamanda, tutaq ki, hər hansı bir ekoloji mövzuları şagird ayrı-ayrılıqda araşdıracaqdır. Bir sözlə, biz burada fənlər arası inteqrasiyanı gördük. Eyni zamanda, şagird burada, deməli, fənnüstü inteqrasiyanı da yerinə yetirir. Yəni, müəllim daha doğrusu fənnüstü inteqrasiyanı da yerinə yetirir. Necə? Şagird yaxınlıqda təmiz hava üçün sadə eksperiment aparacaqdır. Yəni, evdə və ya yaxınlıqda. Evə gedir, şagird təmiz hava üçün bir eksperiment aparır. Deməli, məktəbdən kənarda çıxdı və artıq yaradıcı şəkildə tətbiq etmə var. Eyni zamanda, şagird bunu ölçür, müşahidə aparır və onun tutaq ki, qrafiklə təqdim edir. Həm fənlər arası, həm fənnüstü inteqrasiyanı görürük. Fən daxili inteqrasiya isə yoxdur. 2-də doğru cavabımız olacaq fənlər arası və fənnüstü. 3. Şagirdlər sinifdə bakteriya və viruslarla bağlı təqdimat hazırlayarkən infeksiyaların yayılmasına dair statik məlumatları gigiyena qaydaları ilə əlaqələndirərək qrafik şəklində analiz edirlər. Deməli, müəllimlər, burada şagird bakteriya, virusların yayılmasını gigiyena qaydaları ilə əlaqələndirir. Bakteriya, viruslar biologiya fənni, gigiyena qaydalarını həyat bilgisi fənni götürsək, deməli, şagird burada həyat bilgisi, biologiya, fənlər arası inteqrasiyadan istifadə edəcəkdir. Ayrı-ayrı fənləri əlaqələndirir. Nə fən daxili, nə fənnüstü inteqrasiya situasiyada yoxdur. Deməli, yalnız fənlər arası olacaq 3-cü sualdır. 4. Ətraf mühitin mühafizəsi mövzusunu keçən müəllim şagirdlərə küçəni müşahidə edərək plastik tullantılar haqqında poster hazırlamağı, bu barədə təbliğat nitqi yazmağı və dünya ölkələrində bu problemin həll yollarını müqayisə etməyi tapşırır. Deməli, bu situasiyamızda müəllim yenə də biologiya və həyat bilgisini, eyni zamanda ədəbiyyatı və yaxud da təsvir incəsənət fənnini əlaqələndirir. Necə? Deməli, müəllimlər, ətraf mühitin mühafizəsi mövzusu, tutaq ki, biologiya fənni və yaxud coğrafiya fənni ilə də biz bunu əlaqəli götürə bilərik. Həmçinin burada poster hazırlayır şagird. Bunu biz təsvir incəsənətlə əlaqələndirə bilərik poster hazırlamağını. Eyni zamanda təbliğat nitqi hazırlayırsa, ədəbiyyat fənni ilə əlaqələndirilir. Deməli, var fənlər arası inteqrasiya. Bəs digər inteqrasiya növünə rast gəlirikmi? Diqqətlə baxdıqda görürük ki, müəllim qeyd edir ki, şagirdlərə küçəni, yəni məktəbdən kənarda, tutaq ki, evə gedəndə küçəni müşahidə etsinlər və plastik tullantılar haqqında poster hazırlasınlar. Uşaq məktəbdən kənarda müşahidə etdi və poster hazırladı, yəni öyrəndiyini tətbiq etdi. Deməli, burada biz fənnüstü inteqrasiyanı da görəcəyik. 4-cü tapşırıqda olacaq həm fənlər arası, həm də fənnüstü inteqrasiya C variantı. 5-ci və sonuncu. Deməli, şagirdlər insan orqanizminin həzm sistemi mövzusunu öyrənirlər. Onlar 5 gün ərzində öz qidalanmalarını gündəlik yazaraq qeydlər aparmalı, qəbul etdikləri yeməklərin kalorisini hesablayaraq bu prosesi təsvir edən informativ mətn hazırlamalıdırlar. Bu situasiyada şagirdlər insan orqanizminin həzm sistemini öyrənir biologiya dərsində. Və onlar
Bu öyrəndiklərini qeydinə aparır. Daha sonra kalorisini hesablayır. Kalorisini hesablayırsa, deməli riyaziyyat fənni ilə əlaqəsini görə bilirik biz burada. İnformativ mətn hazırlayırsa, ədəbiyyat fənni ilə əlaqəni görə bilirik. Biologiya, riyaziyyat, ədəbiyyat fənləri arasında fənlərarası inteqrasiya var. Həmçinin fəndaxili inteqrasiyaya rast gəlinmir, ancaq fənüstü inteqrasiyanı orada görürük ki, baxın müəllimlər, uşaq burada evə getdi, 5 gün ərzində öz qidalanmasını müşahidə etdi, gündəlik yazaraq qeyd apardı. Deməli, məktəbdən kənarda, ev şəraitində şagird öz qidalanmasını müşahidə etdi və bunun qeydini aparmaqla tətbiq etdi. Fənüstü inteqrasiya bax buradadır. Deməli, 5-ci situasiyada düzgün cavabımız olacaq fənlərarası və fənüstü inteqrasiya.